Salam, gəlin 7-ci sinif Azərbaycan dili suallarının izahına birlikdə baxaq. Güllü xanım mətninə birinci baxaq. Yəqin ki, mətni diqqətlə oxudunuz. Baxaq birinci suala. Verilmiş cümlələri qarşısına rəqəm yazılmış hansı abzasın sonunu artırmaqla mətni genişləndirmək mümkündür? Birinci abzasa diqqətlə baxın. Baxın, burada oğlu gəlir, içəri keçir. Şəmidin ağa beləcə anasının önündə dizi üstə qaldı və yalnız o işarə edəndən sonra böyrünə bardaş qurub oturdu. Arvadın adəti idi. Özü çağırmamış heç kəs cəsarət edib icazəsiz onun otağına girə bilməzdi. O handa da yanında oturmaq olar. Baxın, burada icazə verir ki, otursun. Birinci hissəmizə bunu əlavə edirik. Bu bir. Keçik növbəti suallara. Baxaq, 2-də. Biri Güllü xanıma aid edilə bilməz. Oğlu bəd xəbərlər gəldiyinə görə acıqlanır və onu danlayır. Xeyr, elə bir şey yoxdur. Zəhmlidir, bəli. Ənənələrə və öz kökünə bağlı ailə qadındır, doğrudur. Evdə söz sahibi olmaq yanaşı təcrübəli qadındır, təbii ki. 3-də. Altına xətt çəkilmiş ifadələrin birində məcazilik yoxdur. Ürkək addım məcazidir, fikir götürmək məcazidir, başına iş gəlmək, bəli, dəmir soba isə həqiqidir. 4-də. Hansı cümlədəki tutulmaq sözü çərçivə daxilində verilən tutulmaq sözündən eyni mənanı ifadə edir? Burada oğlanın tutulması nəzərə alınır. Burada da Zahidoğlu oğlundan bu qəmli sözlər eşidərkən bərk tutuldu, həmin mənanı ifadə edir. 5-də. Səbəb axtaracağıq. Şəmməddin ağa vahimələndi. Səbəb nə idi? Güllü xanım yerindən dirçəldi və yandakı əsasını əlinə aldı. Baxın, burada qadın əsanı əlinə alandan sonra artıq Şəmməddin ağa vahimələnir. Bu doğrudur. 6. Mətnin məzmununa əsasən nöqtələrin yerinə cavab kağızına uyğun olaraq fikir seçirik. Deməli, baxaq həmin cümləmizə. Bircə dəqiqə cümləni tapaq. Deməli, cümləmiz bu cürdür. Güllü xanım başını qaldırıb oğlunun üzünə baxmadan asta-asta çayını içdi və yəqin etdi ki, oğlu onun yanına boş-boşuna gəlməyib. Bunu yazırsınız, olur sizin düzgün cavabınız. Gəldik növbəti suala, yanına gəlməyib. Altında dedik. 7. Hansı cümlədə fərqləndirilmiş söz termindir? Termin ixtisas sözlərdir. Bunu biz dəfələrlə demişik. Ədəbiyyatın öz termini var, Azərbaycan dilinin, riyaziyyatın, coğrafiyanın və s. Burada da rədif sözü termindir. 8. Müəllimin xoş sözləri şagirdə mənəvi cəhətdən dayaq durdu. Burada frazoloji birləşmə dayaq durmaqdır. Bunun sinonimini istəyir bizdən. Qayğı göstərmək, bu olur bizim frazoloji birləşməmizin sinonimi. 9. Hansı cümlədə fərqləndirilmiş sözün tələffüzü yanlışdır? Novella doğrudur. Moskva doğrudur. Poliglot doğrudur. Povest deyil. Povest sözün yazılışının deyilişi fərqlənmir. Yanlışdır. 11. Daha doğrusu 10. Biri Rəcəbin siması və qoçaqlığı sonanın xoşuna gəlirdi cümləsinə altına xətt çəkilmiş sözün sinonimi deyil. Qoçaqlıqla dikbaşlıq sinonim deyil, təbii ki. 11. Hansı bənddə fərqləndirilmiş sözlər bir-birinə münasibətdə antonimdir? Müvəqqəti ilə daimi əks mənalıdır. B bəndinə oxudun, oxumadın. İnkar şəkilsi antonimik yaratmır. Vəfalı, bivəfa. Kökləri eyni olduğu üçün antonim deyil. Zəhərlə şirin nəyə antonim deyil? Zəhər isimdir, şirin isə sifətdir. Eyni diksiyasına aid olmalıdır. Cavabımız A bəndi. 12. Verilmiş bəndin neçənci misrasına ahəng qana tabi olmayan söz istəyir. 3-cü misrasında şair sözü var. 4-cü misrasında sənətkar sözü var. 3-cü və 4-cü misrada ahəng qana tabi olmayan sözlər var. 13-də bu istedadlı bəstəkar eyni zamanda bizim diqqətimizi bir yazıcı, dramaturg kimi cəlb edir. Cümləsindəki hansı söz fitri qabiliyyəti olan talantlı deməkdir. Təbii ki, istedadlı sözü düzgün cavabımızdır. 14. Hansı sözün tələffüz şəkli yanlış verilmişdir? F-t birləşməsindən sonra sait gələrsə, t-d kimi tələffüz olmalıdır. Burada şaftalı yox, şafdalı şəklində olmalıdır. D-la, şafdalı. 15. Hansı cümlədəki kök sözü ağacın kökü birləşməsindəki köklə amonim təşkil eləyir? Burada nəsil nəcabət mənasına düşünəcəyik. Onlar eyni kökə mənsub olan böyük bir nəsildir. Ağacın kökü də dərinliyinə gedir. Onun yəni başlanğıc nöqtəsidir. İnsanın nəsil kökü onun başlanğıc nöqtəsinə gedir. Burada məsələn kökü məcazidir. Ot birkitər kökü üstə ağacın köklə eyni mənadır. Burada kök sözü biraz artıq çəkisi olan mənasıdır. Ağacın kökünə amonimlik. Bu mənasına uyğun deyil. 16-da yatmaq sözünü ifadə etdiyi mənaların müəyyən edin.
Toplar guruldadı, saraylar yatdı. Bunlar insanın əli yaratdı. Toplar gurulduybsa, müharibə olsa, təbii ki, saraylar uçacaq, süqut eləyəcək, dağılacaq. 17. Hansı cümlədəki fərqləndirilmiş söz həqiqi mənadadır? Baxaq. Günəş uca dağların arxasından yenicə boylanmışdı. Məcazi. Birdən-birə məndə bağçaya baxmaq həvəsi oyandı. Məcazi. Ata mehribanlıqla övladının başını, əllərini oxşadı. Bəli, həqiqi mənadadır. Üstünə bozarmaq da təbii ki, məcazidir. 18. O məni gördü, lakin görüşmədi. Hansı söz leksik mənaya malik deyil, yalnız köməkçi nitqsələrin qrammatik mənası olur. Burada da lakin sözünü düzgün cavab kimi götürəcəyik. 19. Verilmiş ifadələrin hansında tünd rənglərə verilmiş, hərflərlə verilmiş sözün son samiti cingil tələffüz olunur. Ocaq qalamaq yazılıb. Baxın, qıdan sonra samit gəldiyi üçün tələffüzü x şəklində olacaq. Ocaq qalamaq. Çiyələk yemək. K-dan sonra samit gəldiyi üçün tələffüzdə x üstü ştrix olacaq. Bunu dəfələrlə demişik. Qılınc oynatmaq. C-dan sonra sait gəlib olduğu kimi qalır. Yalnız ikinci variant. Gəldik yarasalar mətninə. Mətn çox maraqlı idi həqiqətən. Asan da mətindir. 20-də deyir ki, biri yarasalara aid edilə bilməz. Güclü görmə qabiliyyətinə malikdir. Xeyr, yarasalar görmür. 21. Mətndə hansı suala cavab yoxdur? Yarasalar nə səbəbi mühafizə olunur? Var. Ölkəmizə yarasa neçə növü məlumdur? Var. Sonuncu hissədə, nəticədə var. Yarasaları qorumaq üçün dövlətlər hansı addımları atmışdır? Bunun cavabı yoxdur. 22. Yarasaların hansı xüsusiyyətindən ilham alan insanlar onu gəmilərə tətbiq ediblər? Təbii ki, ultrasəslər çıxararaq qarşındakı obyekti müəyyən edə bilməsindən. Bu doğrudur. 23. Tünd hərflərlə verilmiş hansı ifadədə məcazlik var? Qanad çalmaq həqiqi mənada deyil, məcazi mənadadır. 24. Verilmiş məlumatların hansında mətn həm giriş, həm əsas, həm də nəticə hissəsində var? Fikir verin, burada da cücə yeməyindən gedir söhbət. Burada da əsasda da cücə yeməkdən gedir söhbət. Nəticədə cücə yeməsindən söhbət gedir. B bəndi doğru cavabımızdır. 25. Altına xətt çəkilmiş cümlədə mətnin məzmunu ilə ziddiyyət təşkil edən sözü müəyyən edək. Altına xətt çəkilmiş cümlədə buna görə də yarasaların işi xüsusilə zərərlidir. Buna ziddiyyət təşkil edən söz elə ziddiyyət, burada elə zərərli sözün özü ziddiyyətdir. Əksinə, o xeyirli olmalıdır. Zərərli sözün bura köçürürsüz. Düzgün cavabımız olur.